Salam dostlar. Bugünkü videoda müxtəlif mühitlərdə elektrik cərəyanı mövzusundan seçilmiş dim tipli testləri birlikdə həll edəcəyik. Hər sualın məntiqini addım-addım izah edəcəm. Videonu bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Gəlin başlayaq. 15-ci sual. Metal naqildə elektrik cərəyanının mövcud olmasını necə aşkar etmək olar? Metal naqillərdən cərəyan keçərkən naqil qızır, orada istilik miqdarı ayrılır. Ona görə də cərəyanın istilik təsiri metal naqillərdə özünü göstərir. İstilik təsiri yalnız ifrat keçiricilərdə müşahidə olunmur. Qalan bütün mühitlərdə, elektrolitlərdə, yarım keçiricilərdə, qazlarda və metallarda istilik təsiri müşahidə olunur. İfrat keçiricilərdə ona görə müşahidə olunmur ki, müqavimət sıfıra bərabər olur naqildə və istilik miqdarının da düsturu Q bərabərdir I kvadratı RT-dir. R sıfıra bərabər olduğuna görə Q də bərabər olur sıfıra. Cərəyanın maqnit təsiri bütün mühitlərdə müşahidə olunur, çünki cərəyan keçən naqilin ətrafında maqnit sahəsi yaranır. Cərəyanın kimyəvi təsiri yalnız elektrolitlərdə özünü göstərir, çünki elektrolitlərdən elektrik cərəyanı keçərkən elektrodlar üzərində maddə daşınması, yəni elektroliz prosesi baş verir. Cavab olacaq 1, 2. 20-ci suala baxırıq. Ən kəsiyinin sahəsi 2 mm kvadrat. Yazırıq, S bərabərdir, çeviririk əsas vahidə. 2 vurulsun 10 üstü -6 metr kvadratı. Konsentrasiyası 5 vurulsun 10 üstü 27. Naqildə elektronların istiqamətlənmiş hərəkət sürəti V bərabərdir 3 vurulsun 10 üstü -3 metr bölək saniyə və elementar yükün qiymətini verib bizə burada. Naqildə axan cərəyan şiddətini hesablayın. Naqildə axan cərəyan şiddətinin düsturu I bərabərdir YN SV-dir. Qoyaq yerini hesablayaq. 1,6 10 üstü -19 vurulsun 5 vurulsun 10 üstü 27. Sahənin qiyməti 2 vurulsun 10 üstü -6 vurulsun 3 vurulsun 10 üstü -3. Birinci 10 üstülərə baxaq. 10 üstü -9, 10 üstü 27, 10 üstü -6 və 10 üstü -3. 10 üstü -1 eləyir. Burada da 5-i 2-yə vuranda 10 eləyir. 10 üstü -1-lə də 10 gedir. Bunların hamısı gedir. Qalır 4,8 amper. Cavabımız olacaq C variantı. Keçək növbəti suala. 26-cı suala baxırıq. Metal R rezistorunu soyutsaq voltmetrlərin göstərişi necə dəyişər? Rezistordakı gərginliyə U1 deyirik. Termistordakı gərginliyə U2 deyək. Onda ümumi U bərabər olacaq. U1 üstə gəlinsin U2. Termistorun müqavimətini də RT ilə işarə edirəm. Əvvəlcə bizim ümumi müqavimətimiz R ümumi 1 yazıram buna. Rezistorun müqaviməti üstə gələ termistorun müqavimətinə bərabərdir. Daha sonra biz rezistoru soyudanda rezistorun müqaviməti azalır və biz bunu R ştrixlə işarə edirik. Onda R ümumi 2 bərabər olacaq R ştrix üstə gəlinsin R termistor. R ştrixin qiyməti azaldığına görə ümumi müqavimət də azalacaq. Onda cərəyan şiddəti I bərabərdir U bölünsün R ümumi. R ümumi azaldığına görə cərəyan şiddətinin qiyməti artacaq. Biz burada rezistoru soyutmuşuq. Soyutduğumuza baxmırıq, digərinə baxırıq, termistora. Termistordakı gərginliyi U2 bərabərdir. I vurulsun R termistordur. Termistorun müqavimətini dəyişməmişik. Cərəyan şiddəti artdığına görə U2-nin göstərişi artacaq. Yəni volt 2-nin qiyməti artacaq. Ümumi gərginlik U bərabərdir U1 üstə gəlinsin U2-dir. U konstantdır. Əgər U2-nin qiyməti artıbsa, onda U1-in də qiyməti azalacaq. Yəni volt 1-in qiyməti azalacaq. Azalar artar. Cavab olacaq D variantı. Keçək növbəti suala. 33. Metal naqilin 100 dərəcə Selsidə müqaviməti 28 ohm olarsa, 200 dərəcə Selsidə müqaviməti neçə ohm olar? Yazaq, T1 bərabərdir
100 dərəcə Selsi. R1 bərabərdir 28 ohm. T2 bərabərdir 200 dərəcə Selsidə. R2 nəyə bərabər olar? Naqilin 0 dərəcə Selsidəki və yaxud 273 dərəcə Kelvindəki müqaviməti adlanır R0, yəni başlanğıc müqavimət. Düsturumuz necədir? R bərabərdir R0, 1 üstə gəlinsin alfa delta T. İndi biz burada birinci naqil üçün yazırıq. Birinci naqil üçün yazaq. R1 bərabərdir R0, 1 üstə gəlinsin. Alfanın qiyməti 4 vurulsun 10 üstü -3. Delta T'ni də 100 dərəcə. Bu da bərabərdir. R1'in qiyməti 28'dir. Buradan yazırıq. R0 bərabərdir 28 bölünsün. Bu eləyir 1,4. Bərabər olacaq 20 ohma. İndi həmin ifadəni R2 üçün yazırıq. R2 bərabərdir R0, 1 üstə gəlinsin alfa delta T. Buradakına T1 deyək, qarışmasın. Buradakına T2 deyək. Bərabərdir 20 vurulsun 1 üstə gəlinsin, 4 vurulsun 10 üstü -3. Delta T2'miz də 200 dərəcədən 0 dərəcəni çıxırıq. Olacaq 200. Bu da bizə verəcək 36. Termoelektron emissiyası vakuum elektron cihazlarında elektrik cərəyanı mövzusundan 4-cü suala baxırıq. Bizə verilən ifadə ilə hansı fiziki kəmiyyət təyin olunur? Vakuum diodunda elektrodlar arasına U gərginliyi tətbiq edildikdə, orada elektrik sahəsi yaranır. Və elektron katoddan qopub anoda doğru hərəkət edərkən, həmin elektrik sahəsi iş görür. Həmin işdə bərabərdir, A bərabərdir EU'ya. Və bu görülən iş elektronun kinetik enerjisinə çevrilir. Bizə şərtdə deyir ki, V0 bərabərdir 0. O zaman biz yazacağıq YU bərabərdir MV kvadratı bölünsün 2. Buradan da V'ni tapsaq, V bərabər olacaq 2EU bölünsün M. Onda cavabımız olacaq anoda çatan elektronun son sürəti. 13-cü sual. Elektron şüa borusu 20 kV gərginlikdə işləyir. Yazırıq U bərabərdir 20 kilovolt. Bunu da çeviririk volta. 2 vurulsun 10 üstü 4 volt. Ekrana çatan elektronun kinetik enerjisini hesablayın. Yenə də başlanğıc sürəti 0'dır. 4-cü sualda tətbiq etdiyimiz düsturu tətbiq edəcəyik. MV kvadratı bölünsün 2 bərabərdir EU'ya. O da bərabərdir kinetik enerjiyə. Onda kinetik bərabər olacaq. 1,6 10 üstü -19 vurulsun 2 vurulsun 10 üstü 4'ə. 3,2 vurulsun 10 üstü -15 joule. Cavab olacaq C variantı. On 7-ci suala baxırıq. Vakuum diodunda cərəyan şiddətinin gərginlikdən asılı qrafik verilmişdir. 1 və 2 nöqtələr üçün hansı ifadələr doğrudur? Katodun temperaturu sabitdir və elektronun başlanğıc sürəti də 0'a bərabərdir. Vakuum diodunda cərəyan şiddəti I bərabərdir Q bölünsün T, o da bərabərdir N Y bölünsün T'dir. Katoddan nə qədər çox elektron qopub anoda çatarsa, o zaman cərəyan daha böyük olur. Bir nöqtəsindəki cərəyanla 2 nöqtəsindəki cərəyanı müqayisə edək. Bura I1 deyək, burada I2 deyək. Görürük ki, I1 I2'dən kiçikdir. O zaman M1 də N2'dən kiçik olacaq. İkinci cavab doğrudur. Bir saniyədə katoddan emissiya olunan elektronların sayı eynidir. Bəli, katodun temperaturu eyni olduğuna görə həm bir nöqtəsində, həm də 2 nöqtəsində emissiya olan elektronların sayı eyni olacaq. Elektronların sürətini tapmaq üçün isə az öncə istifadə etdiyimiz düsturdan istifadə edəcəyik. V bərabərdir 2EU bölünsün M. Baxırıq ki, U-la kökaltı düz mütənasibdir. Bura U1 deyirik, burada U2 deyirik. U1
U2-dən kiçik olduğuna görə V1 də V2-dən kiçik olacaq. On 9-cu suala baxırıq. Vakuum diodunda anodla katod arasında gərginlik 40 voltdur. U bərabərdir 40 volt. Anoda çatan elektronların sürətini meqametr bölünsün saniyə ilə hesablayın. V bərabərdir 2EU bölünsün M. Burada M'in aşağısındakı elektronun kütləsi deməkdir. Burada da yaza bilərik. Qoyaq yerinə V bərabərdir kök altda 2. E bölünsün M'in qiymətini bizə verib 2 vurulsun 10 üstü 11 və gərginlik də 40-dır. Bunu yazarıq 4 vurulsun 10 üstü 12 vurulsun 4. Kökdən çıxar 4 vurulsun 10 üstü 6 metr bölünsün saniyə. Bunu da megaya çevirsək olacaq 4 megametr bölünsün saniyə. Keçən növbəti bölməyə, yarımkeçiricilərdə elektrik cərəyanı bölməsinə 19-cu suala baxaq. Rezistoru və termistoru qızdırdıqda ampermetrlərin göstərişi necə dəyişir? Cərəyan mənbəyinin qütblərinin birinə A deyirəm, birinə B. Gəlirik. Burada olur A, burada olur A. Digər tərəfdən bura olur B, burada olur B. Görürük ki, mənbəmiz A ilə B hərflərinin arasında yerləşir və gərginlik sabitdir. Həm rezistor, həm də termistor da A və B hərflərinin arasında yerləşib. Demək ki, buradakı gərginlik də U-ya bərabərdir. A1 ampermetrin göstərişini tapmaq üçün yazırıq I1 bərabərdir U bölünsün R. I2-ni tapmaq üçün U bölünsün R termistor. Rezistoru qızdırmışıq. Rezistor metaldır. Metalı qızdırdıqda onun müqaviməti artır. R artdığına görə I1-in qiyməti azalacaq. Termistor qızdırdıqda isə, termistor yarımkeçiricidir. Onun müqaviməti azalır. Müqaviməti azalanda I2-nin qiyməti artacaq. I1 azalar, I2 artar. 23-cü suala baxırıq. Fotorezistorun üzərinə düşən işığın intensivliyini artırdıqda ampermetrin və voltmetrin göstərişləri necə dəyişər? Biz mənbənin elektrik hərəkət kübəsini və daxili müqavimətini də qeyd edək. Fotorezistor yarımkeçirici cihazdır. Onun üzərinə düşən işığın intensivliyini artırdıqda fotorezistorun müqaviməti azalır. R-in qiyməti azalır. I bərabərdir epsilon R üstə gəlinsin R. Düsturuna əsasən R-in qiyməti azalanda I-nin qiyməti artır. Yəni cərəyan şiddəti artar. İndi gərginliyə baxırıq. U bərabərdir epsilon çıxılsın IR. Cərəyan şiddətinin qiyməti artdığına görə gərginlik qiyməti azalacaq. Artar və azalar. Cavabımız olacaq C variantı. 27-ci suala baxırıq. Sabit gərginlik mənbəyinə termistor və 2 lampa birləşdirilmişdir. Termistoru soyutduqda lampaların parlaqlığı necə dəyişər? Yenə də paralel birləşmədir. Burada da gərginlik U-dur. Həmçinin burada da gərginlik U-dur. L1 lampasının müqavimətinə R1 deyək. L2 lampasının müqavimətinə də R2 deyək. Termistorun müqavimətini də RT ilə işarə edək. L1 lampasının göstərişi, yəni I1 bərabərdir U bölünsün R1-dir. Biz L1 lampasında heç bir iş görməmişik. Ona görə də onun da qiyməti konstant olduğuna görə I1 lampası dəyişməz. İndi keçirik I2-yə. L2 lampasına yəni. Termistoru soyutmamışdan qabaq bizim müqavimətimiz R-ümumi 1 yazıram buna. R termistor üstə gəlinsin R2 idi. Biz onu soyutduqdan sonra, termistoru soyutduqda termistorun müqaviməti artdı və onu biz RT ştrixlə işarə eləyək. Onda R-ümumi 2 bərabər olacaq RT ştrix üstə gəlinsin R2. Termistorun müqaviməti artdığına görə ümumi müqavimətin də
artması müşahidə olunacaq. Onda R2 bərabərdir. U bölünsün R ümumi 2. R ümumi 2-nin qiyməti artdığına görə R2-nin də qiyməti azalacaq. Onda R2 lampasının parlaqlığı da azalar. Cavab olacaq C variantı. 29-cu suala baxırıq. Termistor soyudularsa voltmetrlərin göstərişi necə dəyişir? Rezistorun müqaviməti U1, termistorun müqavimətini də U2 ilə işarə edək. Onda ümumi U bərabər olacaq. U1 üstə gəlinsin U2. Termistor soyutmamışdan qabaq ümumi müqavimətimiz R ümumi 1 bərabər olur. R üstə gəlinsin R termistor. Soyutduqdan sonra termistorun müqavimətini RT' işarə edək. Onda R ümumi 2 bərabər olacaq. R üstə gəlinsin RT'. Termistor soyuduğuna görə onun müqaviməti artıb. Müqaviməti artdığına görə ümumi müqavimət də artmış olacaq. Cərəyan şiddəti I bərabərdir. U bölünsün R ümumi. U konstantdır. R ümumi isə artıb. Onda cərəyan şiddəti azalacaq. Bunu yazdıq. Əsas bunu tapmaqdır. İndi biz termistoru soyutmuşuq. Amma rezistora baxırıq. Rezistordakı gərginlik U1 bərabərdir. I vurulsun R'dir. R-in qiyməti dəyişməyib, amma ümumi cərəyan azaldığına görə U1-in qiyməti azalacaq. Yəni volt birimiz azalar. Ümumi gərginliyin sabit qalması üçün əgər U1 azalıbsa, onda U2-nin qiyməti artar. Volt 2 də artar. 48-ci suala baxaq. Sabit gərginlik mənbəyinə termistor və 2 lampa birləşdirilmişdir. Termistoru soyutsaq, lampaların parlaqlığı necə dəyişir? Biz burada lampaların müqavimətinə şərt olaraq hər ikisinə R deyək. Termistorun müqavimətinə də RT deyək. Bu dövrəni daha sadə hala gətirsək, burada L2 lampası, burada L1 lampası və termistorda onlara ardıcıl şəkildə birləşib. Termistoru soyutmazdan əvvəl biz ümumi müqaviməti tapaq. Yazaq R ümumi 1 bərabərdir. Hər iki lampa paralel birləşib və şərti olaraq biz onların hər birinin müqavimətini R qəbul etmişik. Onda olacaq R bölək 2 üstə gəlinsin R termistor. İndi ikinci halda termistoru soyuduruq. Termistoru soyudanda onun müqaviməti artır və biz artıq artmış müqaviməti RT' ilə işarə edək. Onda R ümumi 2 bərabər olacaq R bölək 2 üstə gəlsin RT'. Termistorun müqaviməti artdığına görə ümumi müqavimətimiz də artmış olacaq. Onda cərəyan şiddəti I bərabərdir. U bölünsün R ümumi. Ümumi müqavimət artdısa, dövrədəki ümumi cərəyan azalmış olacaq. Ümumi cərəyan azalanda, onda hər iki lampadan keçən cərəyanın da qiyməti azalacaq. Və hər ikisinin parlaqlığı da azalacaq. Cavab olacaq D variantı. 50-ci suala baxırıq. Sabit gərginlik mənbəyinə fotorezistor və 2 lampa birləşdirilmişdir. Fotorezistorun üzərinə düşən işığın intensivliyini artırsaq, lampaların parlaqlığı necə dəyişər? Bu, gördüyümüz kimi paralel birləşmədir. Mənbənin qütblərinə AB desəm, bura olacaq A, burada olacaq A, burada olacaq A. Digər tərəfdən bura B, bura B, burada B. Gördüyümüz kimi həm L1, həm L2, həm də fotorezistor AB hərflərinin arasında yerləşib, mənbə də AB hərflərinin arasında yerləşib. Mənbənin gərginliyi nədirsə, onlarda da gərginlik eyni olacaq. Yəni hər hissədə gərginlik U olacaq. L1 lampasının göstərişini yazanda yazırıq I1 bərabərdir. U bölünsün R1-ə. I2 bərabərdir. U bölünsün R2-yə. I3 bərabərdir. U bölünsün R fotorezistor. Buradakı cərəyan I1, buradakı cərəyan I2, buradakı cərəyan I3.
Həmçinin müqamətlər də R1, R2 və RF. I1-ə baxırıq. U konstantdır. R1-də heç bir dəyişiklik eləməmişik. Deməli, I1 dəyişməz. I2-də U konstantdır. R2-də heç bir dəyişiklik eləməmişik. Demək, o da dəyişməz. Bizdən də elə bunu soruşur. R1 ilə R2-nin paralellığı necə dəyişər? Dəyişməz. Keçək 53-cü suala. Termistoru 20 ohmluq naqillə ardıcıl birləşdirərək elektrik hərəkət qüvvəsi 1 volt olan mənbəyə qoşduqda dövrədəki cərəyan şiddəti 20 mA olmuşdur. Termistoru qızdırdıqda cərəyan şiddəti 40 mA olarsa, termistorun müqaviməti necə dəyişər? Termistor ardıcıl olaraq birləşib rezistora və həmin rezistorun müqaviməti də 20 ohmdur. Mənbənin elektrik hərəkət qüvvəsi, bura bir ampermetrdə birləşdirək. Mənbənin elektrik hərəkət qüvvəsi 1 voltdur. Daxili müqaviməti deyir, nəzərə almayın. Daxili müqaviməti 0 götürərik. Cərəyan şiddəti birinci halda I1 bərabər olub 20 mA. Yazaq onda, tam dövr hissəsi üçün ohm qanunu yazaq. I bərabərdir, epsilon bölünsün, R termistor, üstə gələk R rezistor, üstə gələk mənbənin daxili müqaviməti. Mənbənin daxili müqaviməti yenə də qeyd edirəm, 0-a bərabərdir. 20 mA-i çeviririk amperə. Bu bizə verir 2 vurulsun 10 üstü -2 amper. Yazaq, 2 vurulsun 10 üstü -2 bərabərdir. 1 bölünsün, termistorun müqaviməti, üstə gələk rezistorun müqaviməti, üstə gələk 0, onu yazmırıq. Buradan alırıq ki, R termistor üstə gələk 20 bərabərdir. 1-i böləcəyik 2 vurulsun 10 üstü -2-yə. Bu da bizə verir 50 və R termistor bərabər olur 30 ohma. Bu birinci haldadır. Buna R termistor 1 yazaq. İndi cərəyan şiddəti 40 mA olub. Yazırıq onda 40 mA-i də çeviririk amperə. 40 mA-i çevirəndə olur 40 vurulsun 10 üstü -3 amper. Bu da bərabərdir 4 vurulsun 10 üstü -2 amperə. Yazaq 4 vurulsun 10 üstü -2 bərabərdir 1 bölünsün R termistor 2 üstə gəlinsin 20. Buradan alırıq ki, R termistor 2 üstə gəlinsin 20 bərabərdir 1 bölünsün 4 vurulsun 10 üstü -2. Bu da bərabərdir 25-ə. Onda alırıq ki, R termistor 2 bərabərdir 5-ə. R termistor 1 30 ohm idi, R termistor 2 5-dir. 6 dəfə azalmışdır. Cavab olacaq A variantı. 67-ci suala baxırıq. Sxemə əsasən R-AB müqavimətini ohm ilə hesablayın. R-in 1-in 3 ohm veri və diod idealdır. İlk növbədə baxacaq diod necə birləşib. Bu diodun anodudur, bu diodun katodudur. Görürük ki, diodun anodu cərəyan mənbəyinin müsbət qütbünə birləşib. Deməli, cərəyan buraxır. Üstəlik diod idealdır. Diodun ideal olması o deməkdir ki, onun müqaviməti 0-a bərabərdir. Yəni, biz bunu dövrədən elə bilin ki, silirik. Onda gəlin hərfləndirmə metodundan istifadə edək və dövrəni açaq. Gəlirik, bura olur A hərfi. Diod ideal olduğuna görə üzərindən keçirik. Burada olur A hərfi. İndi B tərəfdən gəlirik. Bura olur B. Burada olur B. Burada bir hərf deyək C. Deməli, bizim dövrəmiz A, C və B arasındadır. İndi bu dövrəyə ekvivalent dövrə qururuq. Yazaq bura A. Baxırıq ki, A ilə C-nin arasında bir bu rezistor var. Baxın, bir də bu rezistor var. Yazaq R. Sonra C ilə B-nin arasında bir dənə rezistor var. Bir də baxın, burada A ilə B-nin arasında rezistor var. İndi ümumi müqaviməti hesablaya bilərik. Bu iki rezistor paralel birləşib, olacaq R bölək 2. Bu rezistor onlara ardıcıl birləşib, olacaq R. Bu bizə verəcək 1/5 R.
Aşağıdakı rezistorda 1.5 ilə paralel birləşib. Onda yazırıq 1.5 R, vuraq R, 1.5 R, üstə gələk R. Olacaq 1.5 R bölünsün 2,5-ə. R-in də qiymətini 3 verib. 1.5 vuraq 3 bölək 2.5. İxtisar eləyək 5-ə, burada qalsın. 0.5-ə ixtisar eləyək daha doğrusu. Burada da qalsın 3. 9-u da 5-ə böləcəyik. 1,8, 10. 68-ci suala baxırıq. Sxemə əsasən RAB müqavimətini ohm ilə hesablayın. Yenə də diodumuz idealdır, amma diod burada tərs birləşdiyinə görə cərəyanı buraxmayacaq. Çünki diodun mənfi qütbü, yəni katodu cərəyan mənbəyinin müsbət qütbünə birləşib. Ona görə bu dioddan cərəyan keçməyəcək. Cərəyan baxın bu şəkildə davam edəcək. İndi hərfləndirmə metodundan istifadə edək, ekvivalent dövrə quraq. Bura olacaq A hərfi, bura olacaq B, bu da olacaq B, bura C deyək, burada D deyək. Bizim dövrəmiz A, C, D, B hərflər arasında olacaq. Unutmayın uşaqlar, bizim ortada yazdığımız hərflər, əlavə yazdığımız hərflər həmişə ortada qalacaq. Mənbənin öz qütbləri hansı hərflərlə işarə olunub? A ilə B ilə. O hərflər həmişə qıraqda qalacaq. İndi yazırıq. Bura A qütbüdür. A ilə C-nin arasında baxın bu rezistor var. C ilə D-nin arasında bu rezistor var. D ilə də B-nin arasında bu rezistor var. Bir dənə də aşağıda rezistorumuz qalıb. Baxın bu rezistor. Bu rezistor da C ilə B-nin arasındadır. Hər birinin də müqaviməti R-dir. İndi dövrənin biz rahatlıqla ümumi müqavimətini tapa bilərik. Baxın bu iki rezistor ardıcıl birləşib 2R. Bu aşağıdakı rezistor onlara paralel birləşib. Onda yazırıq 2R vuraq R. 2R üstə gələk R. Bu da bizə verəcək 3-2R. Birinci rezistorda onlara ardıcıl birləşib. Onda yazırıq 3-2R üstə gələk R. Bu da bizə verəcək 3-5R. R-in də qiyməti 3 ohmdur. Onda yazırıq 5 vurulsun 3 bölək 3. Bu da bizə verəcək 5 ohm. 71-ci suala baxırıq. Uyğunluğu müəyyən edin. Dövrədəki termistoru qızdırdıqda nə baş verər? Mənbənin qütblərini A və B hərfləri ilə işarə edirəm. Onda burada olur A, burada olur A. Digər tərəfdən gəlirəm. Ampermetrin üzərindən keçə bilirəm uşaqlar. Niyə keçirəm? Çünki ampermetrin müqaviməti çox-çox kiçikdir. Amma voltmetrin üzərindən keçə bilmərəm. Mənbə A ilə B-nin arasında yerləşib və gərginliyi konstantdır. O cümlədən termistor da A ilə B-nin arasında yerləşib. Orada da gərginlik U olacaq və konstant olacaq. Həmçinin rezistorda da U bərabərdir, konstant olacaq. İndi biz A1 ampermetrinin göstərişini tapmaq istəyirik. Yəni I1-i. I1 nəyə bərabər olacaq? U bölünsün R termistora. A2 ampermetrinin göstərişini tapanda I2 bərabər olacaq U bölünsün R, yəni rezistorun müqavimətinə. Ümumi ampermetrin göstərişini tapanda, baxın, cərəyan buradan gəlir və gəlir ikisi də toplanır, hardan keçir? A ampermetrindən keçir. Yəni A ampermetrin göstərişi bərabərdir. I1 üstə gəlinsin I2-yə. Termistoru qızdırmışıq. Termistor yarımkeçirici cihazdır. Termistoru qızdıranda onun müqaviməti azalır. Müqaviməti azalsa, cərəyan şiddəti artacaq. Deməli, A1 ampermetrinin göstərişi artar. Rezistoru qızdırmamışıq, nə də soyutmamışıq. Onun da qiyməti konstantdır. Deməli, A2 ampermetrin göstərişi dəyişməz. Gəlirik A ampermetrinə. I2-nin göstərişi dəyişməyib, I1-in də qiyməti artıb. Deməli, A ampermetrinin də göstərişi artar. Rezistorun müqaviməti qeyd etdik ki, dəyişmir. Termistorun da müqaviməti azalır.
Növbəti bölməmiz elektrolitlərdə elektrik cərəyanıdır. 23-cü suala baxırıq. Bu ifadə bizə hansı fiziki kəmiyyəti verir? Bunu yazacağıq. M bərabərdir K Q-dür. O da bərabərdir K I T'dir. M kvadrata yüksəltsək, olar M kvadratı bərabərdir K-nın kvadratı, I-nin kvadratı, T-nin kvadratı. Burada M-in yerinə həmin ifadəni qoyacağım. K-nın kvadratı, I-nin kvadratı, T-nin kvadratı, aşağıda da K kvadratı, T kvadratı. K kvadratlar gedir, T kvadratlar gedir, qalır I kvadratı Bu da bizə verir gücü, elektrik cərəyanının gücü. Cavab olacaq A variantı. 31-ci suala baxırıq. Göydaş məhlulunun elektrolizində cərəyan şiddətinin zamandan asılı qrafiki verilmişdir. Katodda 40 saniyə ərzində nə qədər mis ayrılar? Katodda ayrılan misin kütləsi M bərabərdir K Q-dür. IT qrafikində grafikin altında qalan fiqurun sahəsi bizə Q-nü verir. Düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucağın sahəsini tapanda 40 vuraq 3 bölək 2. Bu da bizə verəcək 60-ı. 60 kulon. M də bərabərdir. K-nın qiyməti 0,33. Q-nün də qiyməti 60. Bu da bizə verəcək 19,8 milliqram. Buradakı milliqramı çevirmirik. Niyə? Çünki cavabımız elə milliqramdan verilib. 45-ci suala baxırıq. Hansı ifadə doğrudur? Temperatur azalanda yalnız metal naqilin müqaviməti azalır. Metal naqilin müqaviməti temperatur artanda artır, azalanda azalır. Temperaturu azaltmışıqsa, yarımkeçiricinin müqaviməti artar. Bu ifadə doğrudur. Temperaturu azaltmışıqsa, metalın müqaviməti azalar. Bu ifadə doğrudur. Temperaturu azaltmışıqsa, elektrolitin müqaviməti artar. Bu ifadə yanlışdır. Cavab olacaq 1, 2. 55-ci suala baxırıq. Dövrəyə qoşulmuş elektrolitdən keçən cərəyan şiddətinin qiyməti nəyə bərabərdir? Bu ardıcıl birləşmədir. Ardıcıl birləşmədə bilir ki, cərəyan şiddətləri eynidir. Dövrədən gələn ümumi cərəyan bərabərdir. Rezistordan keçən cərəyana I1 desək, elektrolitdən keçən cərəyana da I2 desək, I bərabərdir I1-ə, o da bərabərdir I2-yə. Ümumi də 4 amper olduğuna görə elektrolitdən keçən cərəyan da elə 4 amper olacaq. 56-cı suala baxırıq. Dövrəyə qoşulmuş ampermetrin göstərişini müəyyən edin. Baxın, cərəyan gəlir buradan, bölünür rezistorla elektrolitik vanna arasında. Bu paralel birləşmədir. Paralel birləşmədə bilirik ki, gərginliklər eynidir. Buradakı gərginlik də 100 voltdur. Buradakı gərginlik də 100 voltdur. Onda biz rezistordan keçən cərəyan şiddətini tapa bilərik. I bərabər olar. Buradan keçən cərəyana I1 deyək. Buradan keçən cərəyana I2 deyək. I1 bərabər olar. U bölünsün rezistorun müqavimətinə. Yəni 100 bölünsün 50 bərabərdir 2 amper. Elektrolitik vannadan keçən cərəyan da 5 amperdir. Yəni I2 də 5 amperdir. Onda ümumi I bərabər olar. I1 üstə gəlsin I2-yə. O da bərabər olar 7 amperə. Əgər bizdən burada elektrolitin müqavimətini istəsə, ki, sonraki testlərdə qarşınıza çıxacaq, onda elektrolitin də müqavimətini tapmaq üçün U-nu böləcəyik I2-yə. U-nun qiyməti 100-dür. I2-nin də qiyməti 5-dir. Bu da bizə verəcək 20 ohm. Burada cavab D variantı olacaq. 59-cu suala baxırıq. Misk porosu məhlulu olan iki elektrolitik vannanın elektrolitləri arasındakı gərginliklər verilmişdir. Eyni qədər enerji sərf olunduqda vannalarda ayrılan misin kütlələri arasında hansı münasibət doğrudur? Enerjinin düsturu nə idi? V bərabərdir Q vurulsun U-ya. M bərabərdir K2 düsturundan Q-nü tapsaq, olar M bölünsün K-ya və gətirib həmin ifadəni qoyuruq enerjinin düsturunda yerinə. M bölünsün K vurulsun U-ya.
Buradakı K elektrokimyəvi ekvivalentdir, yəni sabit qiymətə malikdir hər bir element üçün. Valentlikdən və növdən asılıdır. İndi bizə deyir ki, eyni qədər enerji sərf olunub. Əgər eyni qədər enerji sərf olunubsa, M ilə U tərs mütənasib asılı olacaq. M2-nin M1-ə nisbəti bərabər olacaq U1-in U2-yə nisbəti. U1-in qiyməti U-dur, U2-nin qiyməti 2U-dur. 1/2. Buradan alırıq ki, M1 bərabərdir 2M2 və yaxud da M2 bərabərdir M1/2. Cavab olacaq B variantı. 62-ci suala baxaq. Elektrolitdən 100 kulon yük keçdikdə Q bərabərdir 100 kulon. Elektrod üzərində neçə milliqram alüminium ayrılar? K-nın qiyməti milliqramdan verib çevirmirik, çünki cavabı bizdən milliqramdan istəyir. M bərabərdir K2 düsturundan istifadə edəcəyik. M bərabərdir 0,9 vurulsun 100-ə. Bu da bizə verəcək 9 milliqram. Keçək qazlarda elektrik cərəyanı bölməsinə. Plazma nəyə deyilir? Plazma qazın qismən və ya tamamilə ionlaşmış halıdır. Günəş plazma halındadır. Közərmə lampasının içərisində o wolfram var, o yanan müddətdə plazma halında olur. Vulkanın lavası plazma halında olur. 7-ci suala baxaq. Hansı təbiət hadisəsi zamanı qaz boşalması baş verir? Qaz boşalmasının iki növü var. Müstəqil qaz boşalması və qeyri-müstəqil qaz boşalması. Xarici ionlaşdırıcının təsiri olmadan baş verən qaz boşalması müstəqil qaz boşalması adlanır ki, onun da 4 növü var. Alovsuz boşalma, qığılcım boşalması, tac boşalması və qövs boşalması. Qığılcım boşalması təbiət hadisəsidir. Yəni ildırımın çaxması qığılcım boşalmasıdır. Yəni havanın elektrik cərəyanı keçirməsi. 9-cu suala baxırıq. Elektrik sahəsinin intensivliyinin hansı minimal qiymətində qaz molekullarının ionlaşması baş verər? Qaz molekullarının ionlaşmasının baş verməsi üçün elektron sərbəst qaçış yolu müddətində sahədən elə bir enerji qazanmalıdır ki, bu enerji ionlaşma enerjisinə bərabər olsun və yaxud da ki, ondan çox olsun. Onda yazırıq A böyük bərabərdir ionlaşma enerjisindən. Elektrik sahəsində A niyə bərabərdir? Q, Y, elə. Burada da elektrondan söhbət getdiyi üçün yazırıq E, E. Yazaq E bərabərdir ionlaşma enerjisinə. Buradan intensivliyi tapsaq, olacaq ionlaşma enerjisi bölünsün Y elə. Qiymətləri qoyaq yerinə hesablayaq. İonlaşma enerjisi 1/6, 10 üstü mənfi 18. Elementar yükün qiyməti 1/6, 10 üstü mənfi 19. Qaçış yolunun uzunluğu 10 mikrometrdir. Bunu da çeviririk. 10 mikrometr 10 vurulsun 10 üstü mənfi 6 metr deməkdir. Bu da bizə verir 10 üstü mənfi 5-i. Yazırıq 10 üstü mənfi 5. 1/6'lar ixtisar olunur. Burada qalır 10 üstü mənfi 1. Burada 1 və yekun cavabımız olacaq 10 üstü 6 volt bölünsün metrə. Cavab olacaq A variantı. 15-ci suala baxırıq. Müstəqil qaz boşalması zamanı elektronun növbəti toqquşmaya qədər aldığı impuls hansı ifadə ilə təyin olunur? İki ardıcıl toqquşma arasında elektronun aldığı 15-ci suala baxırıq. Müstəqil qaz boşalması zamanı elektronun növbəti toqquşmaya qədər aldığı impuls hansı ifadə ilə təyin edilir? İki ardıcıl toqquşma arasında elektronun qazandığı kinetik enerji Y kinetik bərabərdir. E böyük E vurulsun R'dir. Bizdən impuls istədiyinə görə G kinetikin düsturunu impulsdan ifadə edəcək. Y kinetik bərabərdir P kvadratı bölünsün 2M düsturunu artıq sizə məlumdur. O düsturu burada istifadə eləsək və buradan impulsu tapsaq P bərabər olacaq kök altında 2M Y E elə. Cavabımız olacaq D variantı. Əgər videonu bəyəndinizsə və bu video sizin üçün faydalı oldusa,
O zaman kanalıma abunə olmağı və videonu bəyənməyi unutmayın. Hər birinizə təşəkkür edirəm.